dünyasındakı ən son və diqqətə çəkən yeniliklərlə tanış edəcəm. Odur ki, diqqətiniz Texno Xəbərdə olsun. Süni intellekt sahəsində qlobal rəqabət yeni mərhələyə qədəm qoyur. Son günlərdə Intel və Google arasında AI infrastrukturu üzrə əməkdaşlığın genişləndirildiyi açıqlandı. Bu əməkdaşlıq əsasən süni intellekt modellərinin işlədilməsi və bulut sistemlərinin gücləndirilməsinə yönəlir. Paralel olaraq Intel Elon Musk'ın rəhbərlik etdiyi Terafab layihəsinə də qoşulub. Layihənin məqsədi gələcəyin robotları və data mərkəzləri üçün nəhəng həcmdə AI çipləri istehsal etməkdir. Ekspertlər hesab edir ki, bu cür əməkdaşlıqlar süni intellekt infrastrukturunda yeni sənaye standartları yarada bilər. Eyni zamanda bu addım Intel'in bazarda itirdiyi mövqeləri geri qaytarmaq cəhdi kimi qiymətləndirilir. AI çiplərinin tələbatın sürətlə artması böyük texnologiya şirkətlərini daha sıx əməkdaşlığa məcbur edir. Proses yaxın illərdə texnologiya sektorunun əsas istiqamətini müəyyən edə bilər. Texnologiya dünyasında diqqət çəkən digər xəbər şəxsi kompüterlərin gələcəyi ilə bağlıdır. Framework şirkətinin rəhbəri Nirav Patel son açıqlamasında bildirib ki, artıq şəxsi kompüter dövrü bitib. Onun fikrincə, süni intellektə yönəlmiş nəhəng data mərkəzləri resursların böyük hissəsini özünə çəkir. Bu isə adi istifadəçilər üçün güclü kompüter komponentlərinin çatışmazlığına səbəb olur. Eyni zamanda bulut texnologiyalarının genişlənməsi fərdi istifadəçilərin öz cihazına sahib olmaq imkanını zəiflədir. Patel bu tendensiyanı insanların heç nəyə sahib olmadığı gələcək kimi xarakterizə edir. Buna baxmayaraq, bəzi şirkətlər modul və təmin edilə bilən cihazlara üstünlük verərək alternativ model təklif edirlər. Həmin yanaşma istifadəçi azadlığı və texnoloji müstəqillik məsələsini yenidən gündəmə gətirir. Müzakirələr göstərir ki, gələcəkdə fərdi texnologiya anlayışı ciddi şəkildə dəyişə bilər. Süni intellekt sahəsində yalnız nəhəng şirkətlər deyil, startaplar da aktivləşir. Cənubi Koreyanın DeepX adlı AI çip startapı IPO-ya, yəni şirkətin ilk dəfə olaraq öz səhmlərini açıq şəkildə birjada satışa çıxarmağa hazırlaşdığını açıqlayıb. Şirkət həm yerli bazarda, həm də gələcəkdə ABŞ-da listing ehtimalını nəzərdən keçirir. Bu addım AI çip bazarında rəqabətin daha da güclənəcəyini göstərir. Paraleldə Credo şirkəti optik bağlantı texnologiyalarını gücləndirmək üçün DAS Photonics-i satın alıb. Bu texnologiyalar böyük data mərkəzlərində AI sistemlərinin sürətini və effektivliyini artırmaq üçün kritik hesab olunur.